İçində kənddə bayramla bağlı qonaq gəlmişik. Bu oturduqları masadır. Bizim üçünsə biz donuz əti yemirik deyə ayrı bir masa hazırlayıblar. İndi onu da göstərəcəm sizə. Bu da mənim və yoldaşımın masasıdır. Bu deməli ördək ətidir. Ördək ətinin supudur. Bu balıqdır. Bu tofudur. O gün videoda göstərdiyim. O keçi ətidir. Kartofu belə qızardırlar. Bu da bambudur. Balaca bambuları təzə yetişəndə yığırlar və qızardırlar. Bu isə bildiyimiz kimi lobyadır. Bu da qızardılmış, bizdə olmayan bir tərəvəzatdır. How are you? Good. Happy. Maraqlıdır ki, keçi ətini dərisi ilə pişirirlər. Bax, dərisi üzərindədir, görürsünüz. Bizdə də belə eləyirlərmi? Yəni, mən belə görməmişəm. İçində Çinin təbii bitki dərmanları var. Yəni, sağlamlıq üçün çox xeyirlidir bu su. Dərmanları göstərək sizə, baxın, müəyyən ağac növləri atıblar ki, onun özdə spesifik dad verir. Ən çox sual verirlər ki, it, pişik, ilan, qurbağa, bax, keçi əti, balıq əti, ördək əti, lobya, bambu.